Mən sizin nəzərinizə bir şey çatdırmaq istəyirəm. Siz bilmirsiniz. Çünki bunu mən ilə başlayışım, Elaris sizə deməyib. Mənim hələ keyf eləmə anımdan yox idi. Bir şeyin dəriyə kimi hələ mən partlayış eləməmişdim. Onda mən Elarizə müraciət elədim ki, Elariz müəllim, bəlkə bir duet eləyək. Elariz mənim qabımda olanı yoxladı, baxdı. Hə, Elariz? Elariz baxdı, mənə dedi ki, Hüseyin, mən sənə bir onu deyirəm ki, sənin gələcəyin var. Var sözündən sonra mənimlə duet elədi. O duetdən sonra keyf elə çıxdı və Hüseyin dəriyə tanındı. Çox sağ olsun Elariz, bir böyük kimi xeyir duamı verdi, yol göstərdi. Bir böyük kimi əlimdən tutdu, yoxsa heç birimiz üz istəyəm ana bətnindən dünyaya müneccim kimi gəlməmişik. Məhz bu cür böyüklərin vasitəsilə biz həmişə özümüzə yol tapmışıq.